Azərbaycan ordusunun möhtəşəm qələbəsindən, dünya hərb sənətinin tarixinə düşəcək qələbəsindən artıq 5 il keçir və bu möhtəşəm qələbə münasibəti ilə, Zəfər günü münasibəti ilə mən sizin hər birinizi təbrik edirəm. Azərbaycan iqtidarı artıq 32 ildən çoxdur ki, hakimiyyətdədir və torpaqlarımızın işğaldan azad olunma dövrü həmin iqtidarın, bu iqtidarın 27-ci il dönümünə düşürdü. Təxminən artıq 27-ci il dönümündə tamamlanmışdı və 27 ildən sonra Azərbaycan iqtidarı İlham Əliyevin Ali Baş Komandanlığı altında möhtəşəm qələbə qazandı və təbii ki, biz bu qələbəmizi başlıca olaraq birinci növbədə biz şəhidlərimizə, qazilərimizə, müharibə veteranlarımıza borcluyuq. Amma həm də bununla yanaşı hər kəsin haqqını vermək lazımdır. Ali Baş Komandan kimi də İlham Əliyevin həmçinin. Doğrudur, ölkəmizdə siyasi problemlər, iqtisadi problemlər kifayət qədərdir və mən də zaman-zaman kanalımı izləyənlər, videolarımı izləyənlər bunun yəqin ki, artıq bilir, görüb. Biz problemləri zaman-zaman danışırıq, amma bu problemlərlə yanaşı həm də İlham Əliyevin haqqını vermək də lazımdır. Doğru olan həmişə doğrudur və ümumiyyətlə siyasi mübarizələr ədalətli formada aparılmalıdır. Siyasi mübarizələrdə biz bir çox şeyi nəzərə almalıyıq, həm də torpaqlarımızın azad olunmasını. İqtidar və müxalifət bir-birinə münasibətdə dürüst olmalıdır. Azərbaycan siyasətində bugün bu demək olar ki, çox nadir hallarda rastlanan bir haldır, dürüstlük. Amma mən gənc siyasətçi kimi maksimum dərəcədə çalışıram ki, həmişə dürüstlüyümü və ədalət hissimi qoruyub saxlayım. Təkrar edirəm, Azərbaycanda bugün siyasi məhbuslar varmı? Təbii ki, var. Azərbaycanda ifadə azadlığı pozulurmu? Təbii ki, pozulur. Azərbaycanda sərbəst toplaşma azadlığı yoxdur. Bəli, mən də razıyam, ölkəmizdə sərbəst toplaşma azadlığı yoxdur. Fikir azadlığı, ifadə azadlığı qısıtlanıb, demokratiya istənilən vəziyyətdə deyil, demokratiya yoxdur ya da var, ümumiyyətlə bu kimi müqayisə aparmaq istəmirəm, amma istənilən vəziyyətdə deyil. Mətbuat azadlığı istənilən vəziyyətdə deyil. Müstəqil jurnalistlərin bir çoxusu artıq həbsdədir, həbsdə olmayanlar da mühacirətə gediblər və ölkədə kütləvi intellektual axın var, beyin axını var bizim ölkəmizdən. Çünki nəyə görə bu gənclər ölkədə iqtisadi fürsətlər görmürlər, gələcək perspektivi ilə bağlı. Bu gənclər özlərini ifadə edə bilmirlər. Bütün bunlarla yanaşı bu problemləri biz hər zaman dilə gətiririk və təbii ki, bu problemlərin səbəbkarlarından biri həm də Yeni Azərbaycan Partiyası və onun sədri olan İlham Əliyev hakimiyyətidir. Amma bu problemlərlə yanaşı İlham Əliyev iqtidarının, İlham Əliyevin başçılığı altında Azərbaycan iqtidarının qazandığı bir ən böyük nailiyyət var ki, o da bugün Azərbaycan öz suverenliyini, öz ərazi bütövlüyünü təmin etməsidir. Şəhidlərimizin, qazilərimizin və onlarla yanaşı bütün Azərbaycanın gözü aydın olsun. Çünki bizə bu qələbəyə gedən yolda biz çox xalq olaraq çox əziyyətlər çəkmişik. Məsələ burada bizim ancaq itirdiklərimiz 1 milyon qaçqınımızın olması deyil, ölkəmizə dəyən iqtisadi zərər deyil. Məsələ burada bizim bir xalq olaraq məğlub ruhda olmağımız, biz bir xalq olaraq hər hansısa digər bir ölkədə bizi cəmi 3 milyon olmayan erməni xalqına məğlub olmağımız həmişə bir fakt kimi qarşımızda qoyulurdu 30 il ərzində. Və bu həm də bizim Xocalı kimi bir faciəmiz oldu. Bizim qadınlarımıza orada çox işgəncələr verilib, zorakılıq halları olub. Bizim körpələrimiz orada öldürülmüşdür və çox şükür ki, biz artıq o ləkəni üzərimizdən götürdük. Bu bizim şəhidlərimizin, qazilərimizin, veteranlarımızın sayəsində oldu təbii ki. Və bugün nə yaxşı ki, biz artıq 30 ildən sonra tam başı dik vəziyyətdə biz artıq dünya siyasətinə çıxa bilirik. Biz artıq dünya ictimaiyyəti qarşısında qalib ölkəyik və bunun insan psixologiyasında, insan psixologiyasından sosial psixologiyaya, ictimai psixologiyaya təsir var. Qalib xalq olmaq. Deyə bilərsiniz ki, Azərbaycan xalqı özünü nə qədər bu qələbədə hiss edir, bir xalq olaraq nə qədər bunun
təsirini görür öz həyatında. Bu mübahisəlidir. Hətta mənim fikrimə görə də bəli, bizim müharibədən sonrakı gözləntilərimiz həm siyasi müstəvidə, həm iqtisadi olaraq, həm xalq olaraq daha fərqli idi, daha pozitiv idi. Amma bir qədər çox təəssüf ki, bu daha çox mənfiyə doğru özünü göstərdi. Bunun da ölkədəki siyasi problemlərlə bağlıdır. Ölkədəki hazırki iqtidar partiyası ilə bağlıdır. Amma buna rəğmən bu hərbi qələbəni heç də kiçiltmir. Azərbaycanın qazandığı hərbi qələbə mən başda vurğuladığım kimi həm dünya hərb sənətinə yazılacaq, qızıl hərflərlə yazılacaq, necə deyərlər, bir haldır, bir tarixi faktdır. Bizim əsgərlərimiz, bizim xüsusi təyinatlı qüvvələrimizin Şuşaya az qala yalın əllə daxil olması 44 günə, bizim 44 günə 3 il yarım il ərzində itirdiyimiz torpaqlarımızı azad etməyimiz bu çox böyük bir qələbədir. Təbii ki, bu qələbəyə gedən bir yol var. 2010-cu ildə Mübariz İbrahimovun şəhid olması Azərbaycan ordusunun vətənpərvərlik ruhunun qalxmasını gətirib çıxartdı. Bir əsgərin səngəri keçərək, minalanmış ərazini keçərək bizim torpaqlarımızı işğal altında saxlayan bir ordunun 100-ə yaxın hərbiçisinə vurduğu zərər, belə ifadə edeyim. Və ondan sonra onun təntənəli dəfni, şəhid dəfni 2014-cü ilin avqustunda Füzuli istiqamətində gedən atışmalarda bizim şəhid olan səhv etmirəmsə 12 şəhidimiz var idi və həmin 12 şəhiddən sonra bizdə artıq rəsmən protokol qaydasına əsasən şəhid dəfni həyata keçirilməyə başladı və bu yaylım atəşi və bayraq altında dəfni mən nəzərdə tuturam. Və 2016-cı il müharibəsi bizim ilk Qarabağ müharibəsindən sonra, atəşkəsdən sonra, 94-cü il Bişkek sazişindən sonra Azərbaycanın qazandığı ən böyük, yəni ilk ən böyük uğuru 2016-cı il müharibəsi idi və təbii ki, bu bizim 2020-ci il 44 günlük vətən müharibəsinə gedilən bir yol. Mən keçən videomda da qeyd etmişdim, müharibə sadəcə 44 gün döyüşməkdən ibarət deyil, buna gedilən bir yol var. Biz öncə xalqımızı şəhid dəfnini öyrətməli idik. Biz öncə xalqımızı şəhid qarşılamanı öyrətməli idik və birdən-birə təbii ki, minlərlə şəhidi qarşılamağa xalqın bəlkə də psixoloji gücü çatmayacaqdı və buna gedilən yolda atılan addımlar Azərbaycan ordusunda döyüş ruhunun yüksəldilməsi, Azərbaycan ordusunun yaxşı silahlarla yaxşı təminatlaşdırılması bu qələbəni gətirən əsas amillərdən biri idi. Təbii ki, bu məsələdə Azərbaycan iqtidarının haqqını vermək lazımdır. Azərbaycan ordusunun, təbii ki, Azərbaycan ordusunun ilk növbədə haqqını vermək lazımdır. Bizim paşalarımız, bizim orduda generallarımız, onların yetişdirdikləri əskərlər, zabitlər, bunlar hamısı kompleks şəkildə bizim qələbəmizin əsas açarlarından biridir. Və müharibədən sonraki Azərbaycan haqqında mən növbəti dəfələrin birində danışmaq istəyirəm. Hal-hazırda isə biz bu qələbəni dadmalıyıq bir xalq olaraq. Bununla bağlı iqtidar deməyə addımlar atsa yaxşı olar. Bizim qazilərimiz, mən keçən videoların birində qeyd etmişdim, bizim qazilərimiz, veteranlarımızın müavinətləri artmalıdır. 80 manat müavinətlə qalib ordunun müharibədə ölümə gedən əskərinə verilən dəyərə bərabər olmamalıdır. 80 manat çox aşağı məbləğdir. Və təkrar biz 300 manat, 500 manat məbləğ də mən demirəm ayrılsın, könül istəyər də ayrılsın, amma bunu real rəqəm söyləmək lazımdır da. Burada pafosla 1000 manat verilsin hər veterana, 500 manat verilsin deməklə deyil. Elə rəqəm söyləmək lazımdır ki, bu real olsun. Amma Azərbaycanın indiki iqtisadi büdcəsi 120-150 manat arası imkan verir bunu müavinət qaldırmağa. Ən azından 120-150 manat arası qaldırılmalıdır. Bu 80 manat çox aşağı rəqəmdir, çox aşağı rəqəmdir və bu təbii ki, qazilərimizin, veteranlarımızın narazılığına səbəb olur. Biz onlara narazı salmamalıyıq. Onlar bizim xalq olaraq 200 ildən sonraki qələbəmizin memarlarındandır. Onlar xalq olaraq bizim başımızı dik tutan əsas şəxslərdən biriləridir. Təbii ki, onlar
şəhid olmayıblar, sadəcə sağ qalıblar. Amma onlar faktiki ölümə doğru gediblər, ölümlə üzbəüz yaşayıblar oradakı hər gününü, hər anını, hər saniyəsini. Və biz buna dəyərləndirməliyik. Biz Azərbaycan Respublikası nə qədər varsa, bizim müstəqilliyimiz daim olsun inşallah ki, bizim müstəqilliyimiz nə qədər olarsa, bizim şəhidlərimizə, qazilərimizə, veteranlarımıza borcumuz tükənməz. Və İlham Əliyevin də Ali Baş Komandan kimi Qarabağda qazandığı zəfər və 44 gündən sonra da Rus ordusunun buradan çıxarılması, antiterror əməliyyatlarının həyata keçirilməsi, Xankəndiyə bizim uzun illər sonra nəzarətimiz onların tamamilə siyasi olaraq da həm də nəzarətdən söhbət gedir. Bizim hüquqi və siyasi olaraq bizim nəzarət altımıza keçməyimizdə İlham Əliyevin böyük rolu var. Və İlham Əliyev də şübhəsiz ki, adını artıq bu məsələdə tarix kitablarına yazılıb. Və bundan sonra Azərbaycanın ömrü nə qədər olacaqsa və Azərbaycan tarixi yazılar təbii ki, və bu tarixdə də İlham Əliyevin artıq özünə məxsus bir yeri var. Və bu yeri, bu titulu ondan kimsə artıq almaq məncə fikri yoxdur, ala da bilməz. Hətta mən bir qədər irəli gedib deyərdim ki, İlham Əliyev artıq özünün hakimiyyətdən sonraki dövrünün də sığortasıdır məsələ. Məsələn, Şuşanın azad olunması. Mən yaxşı xatırlayıram İlham Əliyev Şuşanın azad olunmasını gedib atası mərhum eks-prezident Heydər Əliyevin məzarı önündə ictimaiyyətə səsləndi, açıqladı. Hərbi geyimdə açıqladı bu. Bir Azərbaycanlı kimi mən bunu çox yüksək dəyərləndirirəm. Yəqin ki, bu atasının vəsiyyətini yerinə yetirmək məsələsi kimi də mən bunu təxmin edirəm. Və bütün bunları nəzərə alanda, okey, mən məsələn şəxsən belə düşünürəm ki, mən prezident olmaq üçün siyasətdəyim, bunu qeyd edim. Və mən ölkəni düşünürəm ki, bugünkü prezident, hazırki prezident İlham Əliyevdən daha yaxşı idarə edəcəm, daha ədalətli prezident olacam. Amma bu o demək deyil ki, biz İlham Əliyevin bugün Qarabağ müharibəsində, Qarabağ müharibəsi kontekstində qazandığı qələbədə onun payını verməməliyik. Bunlar tamamilə başqa-başqa mövzulardır. Biz ölkə iqtisadiyyatının durumunu tənqid edə bilərik, ölkədəki siyasi durumu tənqid edə bilərik, ölkədəki ifadə azadlığını, mətbuat azadlığını, siyasi məhbus məsələsini tənqid edə bilərik, korrupsiya hallarını tənqid edə bilərik. Adların burada önəmi yoxdur. Hətta prezidentin özünə məxsus mətbuatda kifayət qədər bu haqda yazılar var ki, onların da, ən yaxın adamlarının da korrupsiya məsələləri mətbuatda zaman-zaman çıxır. O haqda da danışmaq olar, amma bunlarla paralel olaraq da Qarabağ kontekstində Ali Baş Komandan kimi mən İlham Əliyevin də haqqını verilməsinin tərəfdarıyam. Bu dürüst yanaşma ən azından bunu tələb edir. Ədalətli olmaq həm də budur, mən belə düşünürəm. Və zəfərdən sonraki 5 ildə ölkədə nələr dəyişib, insanlarımızın gözləntiləri nələr idi, hazırki iqtidar, Yeni Azərbaycan Partiyası və İlham Əliyevin hakimiyyəti bunu nə qədər qarşılaya bilib, nə qədər qarşılaya bilməyib, bu haqda isə mən növbəti videomda daha ətraflı danışmaq istəyirəm.